Bəzən bir otağa girirsiniz, amma niyə bura gəldiyinizi bilmirsiniz. Bir neçə dəqiqə əvvəl oxuduğunuz sətirlər ağlınızdan uçub gedib. Sanki nəsə sizin beyninizdən yaddaşınızı çəkib aparır. Əvvəllər yaşlı insanlar yaddaş problemi çəkərdi. İndi isə yerlər dəyişib. Cavanlar yaddaş problemi çəkməyə başlayıblar. Elm yaddaşın silinməsi haqqında deyir ki, beynimizin yaddaş həcmi o qədər də böyük deyil. Biz yuxuda olanda beynimiz yaddaşımızı analiz edib lazımsız görüntüləri silir ki, yaddaşımızda yer açılsın. Elə yuxunu da biz belə görürük. Amma bizim yaddaşımız biz oyanıq olduqda da silinir. Gün boyu nələr yaşadığımızın, kimlərlə qarşılaşdığımızın, nələr söhbət etdiyimizin çox hissəsini xatırlamırıq. Beyin niyə oyaq olduğumuz halda da yaddaşımızı silmək məcburiyyətində qalır?